Bir əskər telefonla danışa-danışa gedirdi, özü də bilmədən əlindəki pul qabını düşürdü. Elə bu ərəfədə oradan keçən kasıb bir qız uşağı bunu gördü və cüzdanı götürüb baxdı, gördü içərisində çoxlu miqdarda pul var və əskərin arxasınca səsləndi. Əskər bunu duymadı və onun arxasınca qaçmağa başladı. Əskərə çatdı, dedi ki, al bu sənin pulqabındır, düşürdün. Əskər pulqabını alıb qıza öz təşəkkürünü bildirdi və dedi ki, bu pullar anamın dərman pullarıdır. Bəs sən nə əcəb pulqabının içərisində bu qədər pulu görüb, özün onu özü üçün götürmədin? Qız deyir ki, biz kasıb olsaq da başqasının pullarına göz dikmərik. Ona görə heç kəs də bunu görməsə də Allah bunu görürdü. Və əskər qıza çox təşəkkürünü bildirir. Deyir, sənin kimi insanlara bu dünyada az-az rast gəlmək olar. Çox sağ ol ki, pulqabını gətirib mənə çatdırdın. Və qız deyir ki, sən pul istəyirsən, puldan verim sənə. Qız deyir ki, yox, mənim pul istəmirəm. Amma imkanım varsa, əlindəki o meyvə suyundan biraz ver mənə. Mən susuzam. Oğlan əlindəki meyvə suyunu verir qıza və qızın gözləri oğlanın əlindəki yeyəcək şeylərində idi. Oğlan qıza deyir ki, onda ərzaqları verim sənə, sən apar istifadə etginən. Qız deyir ki, doğrusu mən 2 gündür ki, acam. Sən doğru mu deyirsən? Deyir, əlbəttə. O əskər əlindəki bütün ərzaqları qıza verir. Qız öz sevincini gözləri ilə bildirir və əskərə təşəkkür edib dönüb qaçıb gedir. Və getdikdən sonra əskər görür ki, qız sumkasını unudub və tez qızın sumkasını götürür, qızın arxasınca səslənir. Amma qız bunu duymur və qızın arxasınca getməyə başlayır. Görür ki, qız gəldi, bir həyətə girdi. Həyətdə əyləşmiş bir qadına meyvə suyunu və yeyəcəkləri verdi. Həmin qadın qızın anası idi. Anası qıza deyir ki, sən bunları hardan tapdın? Qız olanları, başına gələnləri anasına söhbət edir, danışır. Əskər də buna qulaq müsaviri olur və bunları danışığını eşidir. Qadın qızına deyir ki, mən bu yaşda sənə baxacağım halda atan öləndən sonra evin bütün xərcləri sənin boynuna düşüb. Mən qəza keçirəndən sonra yeriyə bilmirəm. Ona görə də sənə heç bir köməklik eləyə bilmirəm. Bəs bu halımız necə olacaq? Sənin toy məsrəflərini necə düzəldəcəyik? Qız anasına deyir ki, ana, sən yeməyini ye, darıxma inan. Allah kərimdir. Allah Teala bir yolla onu bizə yetirər. Elə bunu eşidən əskər deməli qızı səsləyir və qızın çantasını ona verir. Deyir ki, mən səni arxadan səslədim, amma sən məni eşitmədin. Al, bu sənin çantandır. Qız
deməli anasına deyir ki, ana bax, bu sənə söz açdığım həmin əsgərdir. Deyir ki, mən əsgər qıza deyir ki, mən sizin sözlərini eşitdim, amma darıxmayın, tezliklə sizin işiniz düzələr. Toy məsrəfləri qarşılayarsan. Qız ona deyir ki, necə? Deyir, Allah yetirər. Və qıza deyir ki, məni evdə gözləyirlər, mən getməliyəm. Dönüb çıxıb gedir. Qız gəlib çantanı açdıqda görür ki, çantanın içərisində çoxlu miqdarda pul var. Bu pul hardandır? Aydın məsələdir ki, çantaya bu pulu həmin əsgər öz pullarını qoyub. İndi əsgər düzmü edib, səhvmi edib, bu sizin öhdənizə qalır. Öz fikir və rəylərinizi bu haqda bildirə bilərsiniz. Diqqətinizə görə çox sağ olun, minnətdarım.